Belə bir gözəl, nəhəng Mazda CX-90 çıxır bu günlər. Müzadiə əziz dostlar, maşının ön hissəsində heç bir zədəsi yoxdur, heç bir təsadüfi yoxdur. CX-90 Preferred. Maşın cəmi 23 min yol getdi, 55 min dirhəm start qiymətdən çıxır maşın müzadiəyə. Çox yekə maşındır. Sizə belə bir təsvir göstərim ki, BMW X7, Mercedes GLS ilə eyni segmentdədir maşın. Sağından maşının heç bir təsadüfi yoxdur. Arkasında maşının zədəsi yoxdur. Maşın S-qaytdiyəsə maşın hibriddir. Maşın 4 çəkərdə əziz dostlar, gördüyünüz kimi zədə yoxdur maşında. CX-90. Bir dənə zədəsi maşının sol iki qapısındadır. Bunlar təmir etdirmək olar, istəyə uyğun dəyişmək də olar. Açarsız daxil olmaq, kör nöqtə. Gördüyünüz kimi bir dənə jalüzi aylabağa asılıbdır. Sidenyan aylabağa asılıbdır. Və arxa sidenya. Çox gözəl və möhtəşəm maşının interyeri var əziz dostlar, baxa bilərsiniz. Belə bir mebel işləmələrlə monitorunu görürsünüz. 3 riyadlı maşın gördüyünüz kimi. Maşının 7 yerdir. Sunroofu var. Maşının vilini göstərim sizə. Çox möhtəşəm maşındır əziz dostlar. Kim istəsə əlaqə saxlasın, gözəl qiymət əldə edə bilərik.